Ola bilsin ki, illərlə dost olduğun bir insana mənəvi sevgi duymayasan, amma ünsiyyətini sevəsən. Ünsiyyət, yəni onunla vaxt keçirmək sənə xoşdur. Ola bilsin ki, bir insan həddən artıq müəmin insandır, amma onunla vaxt keçirmək sənə əzabdır. Mən məsələn, bu çox yəni belə söhbətlər dinləmişəm ki, bir alim danışır, deyir ki, mən bir İngiltərədə yaşayanda deyir, bir insanla eyni otaqda qalırdım, həddən artıq deyir, mümin biri idi, həddən artıq Allah'a bağlı biri idi, amma buna rəğmən həddən artıq quru bir insan idi. Onun da ünsiyyəti sevə bilmirdi. Amma onun ibadətinə, itaətinə, onun mənəvi məqamına heyran idi. Deməli, ünsiyyət ayrı şeydir. Bəzən bunu qarışdırır. İnsan fikirləşir, bəlkə problem məndədir. Baxırsan. Yəni, insandır. Bütün varlığı ilə Allaha bəndədir, quldur. Amma onunla ünsiyyəti sevmirsən. Niyə görə? Çünki onun, ta ki, sevirsən o insanı. Yəni, mömindir, Allahın bəndəsidir. Sən ona qarşı xüsusi bir ehtiramın var, hörmətin var. Yəni, buradan da belə bu bir şey çıxır da. Hörmət ayrı şeydir, sevgi ayrı şeydir. Yəni, mümkündür ki, bir insanı sevirsən, hörmət etmirsən. Mümkündür ki, bir insana hörmət edirsən, amma sevmirsən. Fərqli şeylərdir. Sevməyə bilərsən müxtəlif səbəblərdən dolayı. Amma onda elə şeylər var ki, hörmət etmə məcburiyyətindəsən. O qədər ədəbli bir insandır. Heç vaxt ona qarşı hörmətdə qüsura yol vermirsən. Amma mümkündür ki, bir insanı sevirsən həddən artıq, amma zərrə qədər hörmətlə yanaşmırsan. Məsələn, övladın, nankör övladın sevirsən, amma dəyərsizdir sənin üçün, hörmət eləmirsən o insana. Deməli, ehtiram bəsləmək, sayğı duymaq ayrı bir şeydir, sevmək ayrı bir şeydir.